بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على اشرف الانبیاء والمرسلین حبیبنا و حبیب اله العالمین ابی القاسم محمد و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الارضین واللعن الدائم على اعدائهم اجمعین الى قیام یوم الدین. Quranda Allah möminlərə xitab edir və bu xitabların birində təqvanın barəsində təkid edir. Müttəqi insanların və təqvalı insanların əlamətlərindən, nişanlarından 9 dənə ötən məclislərimizdə demişik. 10-cusu ki, əgər təqvalı insanları insan istəsə tanıya, ya özün əgər istəsə yoxlaya, özünün təqvalı olduğunu bilə, o əlamətlərdən 10-cusu budur ki, insan əsəblənəndə öz qəzəbin uda. Çün hər xəta ki insan eləyir, qəzəbin nəticəsində və qəzəb halında insan ağıldan çıxır. Ali İmranda 133 və 134-cü ayələr belə buyurur: وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِّن رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ. Allahın məğfirətinə və həm də cənnətə çatmaq üçün buyurur, sürət eləyin, ötüşün, yarış eləyin, ta inki ora çatasız. Oturmaqla ki çatmaq olmaz. Uiddət lilmuttaqin. O təqvalı insanlara hazırlanıb. Yəni təqva vasitəsilə özünüzü çatdırın ora. Ondan sonra buyurur ki, yaxçı, kimdir onlar? Onların sifətlərindən sayır, əlamətlərindən. Buyurur, Əl-ləzīnə yunfiqūnə fissərrâi və zərrâ. İnfaq eləyən insanlar. Bu barədə danışmışıq. Ondan sonra buyurur, Vəl-kâzimînəl-ğeyz. Vəl-kâzimînəl-ğeyz. Onların əlamətlərindən biri də budur ki, onlar kəzmi qeyz elərlər.
Kəzm qeyz nədir? Kəzm ərəb dilində qədim su daşımağa məşq olarmış. Heyvanın dərisindən məşq düzəldərmişlər və onun içində su daşıyarmışlar. İndiki kimin belə qablar yoxudur ki, o məşqin də ağzın bağlamaq üçün müəyyən onun ağzın bağlamaq üçün bir şeylər düzəltmiş imişlər. Hər kəs məşqin suyu doldurandan sonra ağzın bağlayarmış ki su dağılmasın, məşqin ağzın bağlamağa ərəblər kəzm deymişlər. Kəzm. Yəni ki, o doludur. Onun ağzın bağla ki, dağılmasın. Bu, kəzmin mənası. Qeyzin mənası nədir? Qeyzin mənası, yəni əsəblənmə, qəzəb. O ki, insan hırslənir, qızışır, ona deyirlər qeyz. Kəzm qeyz nədir? Yəni, əgər insanın ruhi, bədəni, qəlbi, əsəbləri qeyzinlə doludur, onun ağzın bağla qoy tökülməsi. Əgər tökülsə, çətinliklər yaradacaq sənə. Necə suyun ağzın bağlayırsan, məşqin içindəki su tökülmür, kəzmi qeyz elə, yəni qəzəbin ki dolub içəridə şeytan qızışdırıb, ağzın bağla, ud, tayin ki sənin əlindən xata çıxmasın. Biraz ağlın başına gələndən sonra danışarsan. İndiki əsəblənibsən, hələ qərar qəbul eləmə, hələ danışma, hələ yazma, hələ imzalama. Qəzəb üstündə qərar qəbul eləmə, çünki o düz çıxmayacaq. Biraz keçsin, otur, dur, çıx, get bir dolan, get bir hava dəyişilsin. Ondan sonra qayıdıb gələndən sonra nə qərar qəbul eləyərsən, ağılla eləyərsən. Day əsəblə yox, qeyzlə yox. Həzrət buyurur Peyğəmbərimiz, buyurur, ma təcərrəə əbdun cürətən əfzəl indəllah min cürəti qeyzin kəzəməhə lillah ibtiğaə vəcihillah. Adam nəyi udur? Suyu. Bir qurti, iki qurti. O su ki alırsan ağzına onu utursan, onun hər birisinə deyirlər bir qurti su. Belədir. Peyğəmbər buyurur, əgər insan əsəblənir, qəzəblənir, əgər onu da bir qurti su kimin utsa, bütün qurtuların içində hamısından şərafətlisi odur. İnsan bir var zəmzəm su içir, şərafətli sudur, çox yaxşıdır. Bir var ki, məsələn, təmiz, pak, təbərrik bir yeməklərdən istifadə eləyir, onlar da şərafətlidir. Amma buyurur, onların hamısının şərafətlisi utmaq üçün budur ki, insan öz qəzəbin uta. Ondan şərafətli, utmalı bir şey yoxdur. İmam-ı Sadiq əleyhissalam buyurur, mən kəzəmə qeyzən vəlau şaə ən yumziyəhu əmzah. Əgər bir insan əsəblənib
və hər qərar qəbul eləsə, onu icra eləyə biləcək. Amma öz qeyzin, öz qəzəbin utur. Qoymur o zahir olsun. Qiyamətin günündə Pərverdigar-ı aləm ibarətlər müxtəlifdir. Bəzisində buyurur ki, Allah bu insanın ruhun əmninlə, əmniyyətlə, əmanlıqla, asayişlə dolduracaq. Bəzisində buyurur, Allah öz rizayəti ilə bunun ürəyini dolduracaq qiyamətin günündə. Çünki qəzəb otun parasıdır. Otun parasıdır. Hər yerə düşsə yandırır. Peyğəmbər buyurur, İnnə hazəl qəzəb cəmrətun minəş-şeytan. Elə bil ki, şeytanın alışdırdığı, qızışdırdığı otun bir tikəsi, bir parası qəzəbdir insanda. İnsanın ağlın başından çıxadır. İmam-ı Baqir əleyhissalam o hədisi davam etdirir. Buyurur, tətəvəqqədu fi qəlbi ibni Adəm. Bu ot qızışır insanın ürəyində. Və innə əhədəkum izə qəzibə ihmərrət aynah. Elə ki, insan qəzəblənir, gözləri qızışır, qızarır. Vəntəfəxət ovdacuh. Boynunun, boğazının damarları şişir. O qızışan adamı görübsən, qəzəblənir, əsəblənir. Heç bilmir ki, neynəsin. Göz qızıb, boynunun damarları şişib və dəxələş şeytanu fi. Elə ki, gözün qızardıb bunun. Şeytan düzəldi baxı bunu. Boynunun, boğazının damarların şişirdib, ondan sonra deyir, daxil olur içəri. Da şeytanın meydanı diyor ha. Hər iş görə bilər orada. Çünki meydanı zəmin yaradıb. Hər iş görməyə zəmin yaradıb. Qətlə də yaradıb zəmini. Orada adam ölə bilər. Orada qan tökülə bilər. Orada insanlar bədbəxt ola bilər. Dünyada bunların hamısı görsənib, hamısını eləyiblər. Qəzəbləndiriblər, dindən çıxardıblar. İnsanları bədbəxt eləyiblər. Bunların hamısı olub. Həzrət buyurur, Əli əleyhissalam buyurur, əgər belə bir hal olsa, qəzəb ki yarandı, narun mövqədə, qızışmış, alışmış bir alovdur, qəzəb. Hər kəs utdu, o otu söndürdü. Amma və mən ətləqəhu. Amma əgər hər kəs o qəzəbi uta bilmədi, onu boş bıraxdı, kanə əvvələ muhtəriqin biha. Bu insan özü birinci adamdır ki, o otun içində yanacaq. Düzdür, başqalarında zəhmətə salacaqsan. Düzdür, belə ki, qızışıbsan, evlər xaraba qoyacaqsan. Düzdür, bu otu ki, şeytan qızışdırıb, alışdırıb, bu otda çox adam yanacaq. Amma birinci adam sən özünsən. Birinci insan ki, bu otun içində yanacaq, Həzrət buyurur, sən özünsən ki, bunu alışdırıbsan, şeytan alışdırıb. Və ən pis düşmən insana buyurur, bax bulardır. Ən pis düşmən, iki şey ruhi hallardan insanın ağlın başından çıxadır. Biri qəzəbdir, biri şəhvət. Elə ki, şəhvət qızışdı, da ağla fikirləşmir. Ay beyabırçılıq olacaq, ay nəmni o olar, sonra başa düşəcək. Elə ki,
şəhvətdən keçdi, elə ki bu günahı elədi, elə ki nəfs qələbə çaldı, ondan sonra yadına düşəcək ki, ölən mənmişəm. O soradır. İndi ki gözlər qızışıb, onda ağıl başda deyil ta fikirləşə. Buyurur, şəhvət və qəzəb ikisi də insanın ağlın başından çıxardan şeylərdir. O da ağa buyurur Həzrəti Ali əleyhissalam, buyurur, mən qələbə əleyhi qəzəbuhu və şəhvətu. Hər insan ki onun öz qəzəbi və onun şəhvəti ona qələbə çalsa, fəhuvə fi hayyizil bəhaim. O heyvanlar cərgəsindədir. O insaniyyətdən çıxır, heyvanlar cərgəsinə girir. Peyğəmbər öz sahabələrindən soruşdu bir dəfə. Buyurdu ki, məs-surətu fikum. Pəhlivan kimə deyirsiniz? Pəhlivan kimdir? Qəhrəman, pəhlivan. Dedilər, ya Rəsulallah, aydın məsələdir. O insan ki, onun arxasın yerə vurmaq olmur. Hər insan ki, onun arxasın, qabırqaların torpaq üstə gətirmək olmur, bizdə ona deyirlər pəhlivan. Ağa buyurdu ki, istəyirsiniz indi mən də sizə bir pəhlivandan xəbər vereyim. Dedilər, buyur ağa. Buyurdu, bəl əs-surətu həqqus-surə. Həqiqətən pəhlivan o insandır ki, rəculun, o insandır ki, vəkəzə şeytanu fi qəlbih. Şeytan gedib onun ürəyinin qapısını döyüb, onu oyadıb, qızışdırıb. Vəştəddə qəzəbuh, onun qəzəbin şiddətə gətirib, onun qəzəbin çoxaldıb, möhkəmlədib. Və zəhərə dəmuh, az qalır qan çıxa. Belə qızışdırıb onu. Sümmə zəkərəllah fəssərə bihilmihi qəzəbəhu. Elə ki bu hala gəldi, bu halda əgər insan Allahı yadına sala və öz qəzəbin uda, otura yerə, öz səbri ilə, hilmi ilə qəzəbinə qələbə çala, ağa buyurur, bu insan pəhlivandır. Pəhlivan buna deyərlər. Özü keçirdi, hala küçədən, nə bilim, bir meydandan, bir yerdən, gördü cəmaat yığışıb, daş oynadanları görübsünüz ki, neçə 100 kilo daş götürür. O birdən götürmür ki o. O 10 kilodan başlayır, 15 kilo, 16 kilo, yavaş yavaş, yavaş yavaş bir də görürsən, Rizazadə neçəni götürmüşdü? Ha? 500. Şu 500'ü oturupsan burada rahat elə bilirsin. Ağa soruşdu ki, bunlar nə eləyirlər burada? Dedilər, ya Rəsulallah, bunlar daş oynadırlar. Öz qüdrətlərin göstərirlər. Ki, bunda nə qədər, onda nə qədər qüdrət var. Həzrət buyurdu, əla uxbirukum bi əşəddikum və əqvakum. Mən deyim, sizin hamuzun içərisində hamıdan çox kimin zoru var, qüdrəti var? Əlləzi, o insandır ki, İzə rəziyyəlləm yudxilhur rizah fi ismin və la batilin. Bəzən insan çox şad olanda hər şey yadından çıxır. Buyurur, elə ki insanın kefi saz oldu, damağı çağ oldu, hər şey öz qaydasında gedir, imkan içində yaşayır.
Her şey buna şərait hazırdır. O hallarında buyurur, hakkı unutmaya, günaha girmeye, batıla girmeye. Buyurur və izâ səxitə ləm yuxrichu səxətuhu min qavlil haqq. İkinci, elə ki bu insan əsəfləndi, əsəflənən halda onda da haqq sözü danışmağı yadından çıxartmaya. Əsəflənəndə də haqqı danışa. Necə normal halda danışırdı, indiki əsəflənib o halda da onu danışa bilər. Buyurur, əgər belə olsa onda qüdrətli insandır. Amma şeytan qoymur ki, peyğəmbərlərin biri, bilmirəm, Yəsəd adı, belə bir peyğəmbər, günlərin birində öz ümməti ilə danışır. Dedim, mən sizə bir söz deyirəm, ömrünün axırlarıymış. Hər kəs 3 dənə əməldə dəqiq olsa, məndən sonra onu peyğəmbər seçəcəklər, təyin eləyəcəklər. Mən indidən ona müjdə verirəm, muştuluq verirəm. Kim eləyə bilər? Bir cavan oğlan durdu ayağa. Əvvəl soruşdular, dedilər o 3 əməl hansıdır? Dedi ki, o 3 əməlin biri budur ki, gecələri yatmaya, ibadət eləyə. Çünki olmaz ki, peyğəmbər də yata, biz də yataq. Biz yatırıq, çünki o oyaqdır. Əgər o da yatsa, olmaz ki da. Avtobusda gedirsən gecə, yuxuya aparıb yatıbsan. Nə üçün? Çünki şoför oyaqdır. Əgər o oyaq olmasa, sən yata bilərsən. O bizi bağlayıb göyə. O bizi bağlayıb təvhidə. Onun mənəviyyəti bizi çəkib 1 milyard yarım insanı 1400 ildən sonra çəkir aparır özünə. Onun mənəviyyətidir. Bir nadan insan əgər götürür bir söz yazır, yaxud başqa bir hərəkət eləyir, qəzetlərdə verir dünyaya, 1 milyard yarım insan onu müdafiə eləyir peyğəmbəri. Onun mənəviyyətinə görədir. Neçə illərdən sonra peyğəmbər gərək ibadət eləyə, peyğəmbər gərək münacat eləyə. Dedi, biri odur. İkincisi budur ki, günüzləri də oruç tutar. Bu 2. Üçüncüsü də budur ki, hər vaxt qəzəbləndi, qəzəb buna qələbə çala bilməyə. Bu 3 dənəni deyəndən sonra bir cavan oğlan durdu ayağa, dedi ki, mən. Həmən peyğəmbər sabahları iclasda bir də o sözü dedi. Yine o oğlan durdu ayağa, dedi mən. Amma tanınmış bir adam deyil diyor. Onu tanımırdılar. Çox adamlar var cemaatın içində. Cemaat tanımır. Amma bilmirsən ki, övliyadır. Allah bəyənir. Allahla onun əlaqəsi necədir? Onu biz tanımırıq ki. Bir cavan oğlan durdu ayağa. Bu sözü dedi. Allahın peyğəmbəri də ona müjdə verdi. Və dünyadan gedəndən sonra da Allah onu peyğəmbər təyin elədi. Quranda da adı Zülkəfl gəlib onu. İndi bu adam peyğəmbər olur.
Özü də deyib ki, mən qoymaram qəzəb mənə qələbə çalsın. Və o şərtləri də qəbul eləyib. Ta inki peyğəmbərliyə çatıb. Şeytan istəyir onun o əhdin sındıra. Çalışır. Ta bir cür eləsin ki, onun sözü düt çıxmasın. Onu yalancı tanıttırsın. Yazırlar, cürə oyun gətirirdi onun başına, ta onu qəzəbləndirsin. İnsanların surətində gəlir, deyir bu, gecə ibadət eləyib, ibadətindən sonra günüz oruç tutub, bir qədər istəyir istirahət eləsin, təzə gözlərin yumub gəldi onu oyatdı ki, mənə zülm olub, dur mənim həqqimi al. Kim zülm eləyib? Filan kəs, filan zalim. Dedi, yaxşı, get çağır, gəlin bura, mən sizin barəzdə qəzabət eləyim. Dedi ki, yox, o gəlməz. Dedi, yaxşı, mən üzücümü çıxardıram, verirəm sənə. Apar üzücü ona göstər, bu olsun əlamət. Denən Allahın Peyğəmbəri səni çağırır, o gələr. Getdi, sabahları gəldi, dedi, yox, bununla razı deyiləm, o gəlməyəcək. Dedi, yaxşı, mən bir şey yazım, apar ver ona. Yenə də istəyir ki, yata, təzə gözlərin yumub, o halda insan normal halda deyir ki, belə danışam. İndi biz normal halda oturmuşuq, şirin-şirin danışırıq bunları. Amma gecəni səhərəcən, özdə hər gecə ibadət eləyəsən, yuxusuz olasan, gözü yumcağın o gələ deyə mənim həqqimi al, o belə deyəsən, o da sənə belə deyə, adam itəliyər salar sonra qapını bağlayar. Çünki yuxu insan öz əlində deyir ki, mənim öz başıma gəlib, mən görmüşəm. Bir dəfə mən 3 gün yatmamışdım. Eybi yoxdur, bir dənə deməyin. Ta inki 3 gündən sonra bir vaxt oldu ki, bir neçə saat mən istirahət eləyəm. Mənim xəbərim yox, gəliblər, mənə deyiblər ki, filan kəs gəlib, demə o da bir alimdir, mən tanıyıram. Demə ona mən söz vermişəm ki, məsəl üçün birinci gün ortadan sonra gəl görüşək. Düşüb o günə ki, mən 3 gündən sonra istəyirəm bir 2 saat yatım. Gəliblər, mənə deyiblər ki, filan kəs sən özün söz veribsən, o gəlib, çoxdan ki söhbətdir bu, 20 ildən çoxdur. Filan kəs gəlib, sən ona söz veribsən. Mənim də bunlar mənə deyir, mənim xəbərim yoxdur, yuxuda ona nə demişəm. Güya mən yuxuda ona demişəm, o məni oyadana, demişəm o alimə denən ki, ayaqqabısının bir tane geysin, geçsin. Deyirlər, sən belə dedin. Mən bilmirəm ki, nə demişəm, yuxuda demişəm. O mömin 6 ay məndən küstü. Ki, sən məni dəvət edirsən, mən gəlirəm. Sonra gələndən sonra deyirsən, ayaqqabısının birini geysin, geçsin. Və o birisi nə olsun? Ki, məni təhqir elədi. Sonra mən onu başa saldım, xahiş elədim. Dedim, mən ağıllı adam axı belə söz deyər. Onun normal halda, bəli. Deyir, ta 3-cü gün yenə də gəldi şeytan. Dedi ki, yox, yazı ilə də razı deyirəm. Durdu, dedi, yaxşı, əli ver, gedək. Durdular, çıxdılar, yolun bir qədərin getmişdilər, çıxdı, getdi. Qaçdı. Çünki zalim yoxdur ki. İstəyir ki, bunu qəzəbləndirsin. Amma o qəzəblənmir. Həzrət buyurur, hər vaxt gördünüz ki, qəzəb sizə gəlir, onu özünüzdən uzaqlaşdırın. Mən hədisləri oxumuram. Bəzi hədisdə var, buyurur, əgər ayaq üstəsən, qəzəblənirsən, otur yerə.
Əgər oturdun, düzəlmədi, uzan. Əgər oturubsan, xeyr ondan olmadı, dur ayağa. Hədislərdə var bunlar. Bəzən deyir, yeri dəyiş. Ab-həvanı dəyiş. Ta ki, qəzəb səndən uzaqlaşsın. Nə qədər uzaqlaşmayıb, mümkündür. Bir nəfər gəldi Peyğəmbərə dedi, ya Rəsuləllah, izni, mənə mövizə elə. Ağa buyurdu ki, qəzəblənmə. Bir kəlmə. Çıxdı, gəldi. Gəldi, öz qəbiləsinin içərisində gördü, müharibə başlanır, qızışır. Nə üstə? Bir nəfər adam ölüb. Bunun qəbiləsi ilə başqa kəndin qəbiləsi hazırlaşıblar ki, bir-birləri ilə. Qədim belə idi də. Bu onu görəcəyin qızışdı ki, mənim adamlarım, mənim tayfalarımı onlar gələ öldürə. Qızışanda yadına düşdü ki, Peyğəmbər mənə belə bir söz deyib. Biraz oturdu, biraz fikirləşdi. Ondan sonra məntiq bunun ürəyində oyandı. Məntiq oyandı. Oyanandan sonra gəldi, dayandı iki qəbilənin ortasında. Dedi, mənə 5 dəqiqə vaxt verin, mən bir söhbət eləyim, çıxış eləyim burada. Üzün tutdu onlara. Dedi, sizdən əgər bir nəfər ölüb, siz qan pulu istəyirsiniz, İstəyirsiniz bir nəfərin qanına görə, yenə də 100 nəfərin qanı tökülə. Sizin qan pulu nə qədərdir? Mən onu siz üçün verirəm. Danışdı məntiqinə. Eləcə də həll oldu. Həll olandan sonra Peyğəmbərin sözü nəticə verdi bu insana. Bax buyurur, əgər insan otursa, məntiqi öz ürəyində, öz qəlbində oyatsa, onda mübarizə apara bilər qəzəbi ilə. Amma bir yerdə buyurur, hər yerdə insan öz qəzəbin uda yaxşıdır. Bəzi yerdə də buyurur ki, yox, qəzəblənmək lazımdır. Bir istisna Həzrət buyurur, bəzən də o cürdür. Həzrəti Musa dedi, ilahi, sual soruşurdu. Dedi, ilahi, qiyamətin günündə heç bir sayə, kölgə olmayacaq. Sənin ərşüvün kölgəsindən başqa. O kölgədə kimlər oturacaq? Onları mənə buyur. Allah onun cavabında dedi ki, ya Musa, وَالَّذِينَ يَغْزَبُونَ لِمَّحَارِمِ إِذَا اسْتُحِلَّتْ مِثْلَ النَّمِرِ إِذَا جُرِحَ. Elə ki bir insan gördü, Allah'ın haramın halal eləyirlər. Buyurur, necə pələng yaralansa necə əsəblənər? Pələng bilirsiniz ki, nədir? Əgər yaralansa onu yaralayalar, onun qabağında heç kim dayana bilməz. Allah'ın sözüdür. Deyir, ya Musa, əgər bir mömin görsə ki, mən haram eləyənləri halal eləyirlər və ona baxmırlar, necə yaralanmış pələngin qabağında heç kim dayana bilməz, bu da odur qəzəblənər. Onun da qabağında heç kim dayana bilməz. Orada vacibdir. Peyğəmbəri tərif eləyəndə Əli əleyhissalam, İslam Peyğəmbəri buyurur ki, Kânə lâ yəğzəb lid-dünya. Heç vaxt Peyğəmbər dünya məsələlərinə görə əsəblənmirdi. Dünya məsələlərinə görə heç vaxt qəzəblənmirdi. Amma fəizə əğzəbəhul haqq, elə ki bir
həqiqətin üstündə əsəblənirdi, bir ilahi məsələlərin üstündə əsəblənirdi, ləm ya'rifhu əhədun və ləm yəqum li qəzəbihi şey'un hətta yəntasirələ. Day onu tanımaq olmurdu. Ki bu həmun peyğəmbərdir ki, vırırdın dinmirdi. Əbasını çəkirdilər, dillənmirdi, danışmırdı. Həmun peyğəmbərdir ki, ayəmına deyirdi, innəkə lə'alə xuluqin azim. Sən çox gözəl əxlaqa maliksən. Başına tikan tökürdülər, kül tökürdülər, zibil atırdılar, daş vırırdılar. Onlara heç zat demirdi. O xəstələnəndə onun yanına gedirdi. Həmən adamın pula ehtiyacı olanda pul verirdi. Da demirdi, sən dünən mənə daş atırdın. Amma həmin peyğəmbər, Əli əleyhissalam deyir, elə ki, ilahi məsələlərin üstündə əsəblənirdi, day onu tanımaq olmurdu. Tain ki, istədiyin eləyə. İntiqam ala. Alandan sonra hər şey düzəlirdi. Özü beləydi, əhl-i beyti də beləydi. Onun məhzərində olan, peyğəmbərin dili ilə tərif olan sahabələr də beləydilər. Sahabələrin də içində dərəcələr var idi. Hamısı bir dərəcədə deyildi ki, sahabələr. O sahabələr üçün mömin idilər peyğəmbərə. Onlar üçün canlarından keçirdilər peyğəmbərin yolunda. Onlar üçün imanların peyğəmbər təsdiq eləyirdi. Əbazər kimi. Əbazər indi sürgün olur. Hökm verilib, əmir gəlib, Əbazəri çıxardın. Göndərin getsin Rəbəziyə. Hay düşdü ki, Əbazəri çıxardırlar. Həzrəti Əli əleyhissalam gəldi, vidalaşır. O necə gəldilər, kim, necə, onlar qalsın. Əli əleyhissalam gəldi, Əbazər ilə istir görüşə, vidalaşa. Vidalaşanda Həzrəti Əli əleyhissalam Əbazərə, bax bu sözləri dedi. Buyurdu ki, ya Əbazər, İnnəkə innəmə qəzibtə lillah əzzə və cəll. Sən Allaha görə qəzəblənibsən. Çünki bu qəzəblənmişdi axı. Bu getmişdi, danışmışdı onlarla. Ki, belə olmaz. Bəzi yerdə yazıblar, dəvənin sümücün abasının altında aparmışdı. Dillənsə sümücünə vura. Çünki Allahın haramın halal eləmişdilər. Əbazər ona görə cinlənmişdi. Allaha görə cinlənmişdi. Əsəblənmişdi. Əli əleyhissalam buyurdu, ya Əbazər, innəkə innəmə qəzibtə lillah əzzə və cəl. Sən Allaha görə qəzəblənibsən. Fərcu mən qəzibtə ləhu. O Allah ki ona görə qəzəblənibsən, elə ona da ümidi bağla. Nigaran olma. Hər şeyi düzəldəcək sən üçün. İnnəl qavmə xafukə alə dünyahum. Əbazər, bunlar dünyalarına görə səndən qorxurdular. Bunlar səndən qorxurdular. Nəyə görə? Dünyalarına görə. Və xiftəhum alə dinik. Sən də bunlardan qorxurdun öz imanına görə. Bunlar dünyalarına görə səndən qorxurlar, çıxadırlar buradan. Sən də öz dinüyə, imanüyə görə bunlardan qorxurdun. Vəllah, ləv kânətis səmavatu vəl ərz ələ əbdin rətəqən. Əgər göylərin və yerin yolu insanın üzünə bağlansa, əgər ələ əbdin rətqən buyurur, əgər bağlansa bu yol insanın üzünə, göylərin qapısı, yerin qapısı,
sümmettəqəllah. Amma bu insan əgər Allaha görə təqvalı olsa, cəalə ləhu minha məxrəca. Allah bu insana çıxış yolu düzəldəcək. Belədir ki, yolları sənə bağlayıblar. Sən Allaha görə qəzəblənibsən və Allaha görə sən etirazı bildiribsən. İmanından qorxub bu işi görübsən. Bunlar da dünyalarına görə səni çıxardırlar, səndən qorxurlar. Amma bil ki, yolların hamısını bunlar bağlasalar, o Allah ki sən ona təqva eləyirsən, o sənə yolu açacaq. Və la yu'niskələ illəl haqq. Haqqidən başqa heç şeylə ünsiyyətin olmasın. Və la yuhişkə illəl batil. Batildən başqa heç bir şey səni qorxutmasın. Heç bir şeydən qorxma. Nigaran olmasan. Çünki sən Allaha görə bu işi görübsən və Allah da sənə yol açacaq. Ona görə də buyurur, insanın təqvasının əlamətindən biri budur ki, insan həmişə öz qəzəbinə nəzarət eləyə, içəridən qəzəb coşmaya, insanı yoldan çıxartmaya və insanı haqdən və həqiqətdən ayrı salmaya. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm el-əazzil əcəllil əkrəm və bil-Hüseyni ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin. İlahi, dualarımızı müstəcab elə. Amin. İlahi, hacətlərimizi rəva elə. Amin. İlahi, aqibətimizi xətmi bi xeyr elə. Amin. Pərverdigara, günahlarımıza qələmi əff çək. Amin. Ölən günə kimin ruzi halal bi minnət mərhəmət elə. Pərverdigara, möminlərə rəhm eləməyənləri möminlərə müsəllət eləmə. Amin. Pərverdigara, xidmət eləyənləri mənsur elə. Amin. Xiyanət eləyənləri zəlil elə. Amin. Pərverdigara, bağışlamamış, Kərbəlai eləməmiş bizi qəbrə aparma. Amin. Qəbrimizin əvvəl gecəsi Əli əleyhissalamın rəhmətindən, nəzərindən, mərhəmətindən, nur vilayətindən ayrı salma. Amin. Pərverdigara, imam zamanımızı bizdən razı elə. Amin. İlahi, xəstələrimizə şəfa kəramət elə. Amin. İltimas dua deyənlərin hacətlərin rəva elə. Amin. Pərverdigara, imam zamanımızın zuhurində təcil elə. Amin. Bizi o Həzrətin əskərlərindən qərar ver. Mübarək cəmalinin ziyarətin bizə nəsib elə. Bihəqqi Muhammedin və alihi tahirin və bihəqqi surətil mübarəkətil Fatihəti mə'əs-sələvat.